Talışlar Xəzər dənizinin cənub-qərb sahilləri boyunca yaşamış və Azərbaycanın ən qədim xalqlarından biridir. Talışlar fars deyillər. Talışlar və farslar ayrı-ayrı millətlərdir. Talışlar türk etnosu da deyillər. Ümumiyyətlə isə talışlarla yaxın, qarşılıqlı anlaşma olan bir dil yoxdur. Nisbətən qrammatik cəhətdən uyğun olan Zaza və Gilaki dilləri hesab olunur. Nisbətən daha uzaq qohum dillər isə Kürdlər, farslar, asetinlər hesab etmək olar. Talışlar indiki yaşadıkları ərazidə tarix boyunca yaşamışlar və bura haradansa gəldikləri barədə isə heç bir tarixi mənbədə qeyd olunmamışdır. 9-cu əsrdə Əbdülfəzl Beyhaqinin əsərində Talış adının Əbülfəzl Talış kimi keçməsi onu göstərir ki, bu etnonim hələ erkən orta əsrlərdə artıq formalaşmışdır. Mahmud Qaşqarinin divanında talaş şəklində çəkilən etnonim mənbənin talışlarla bağlı ola biləcəyini göstərir. Sasanilər dövründə Talış dağları Tareş kimi qeyd olunur. Bu adın Talış etnonimi ilə eyniliyi alimlər tərəfindən də vurğulanır. Orta əsrlərdə talışların yaşadığı ərazilər Talış, Talus kimi müxtəlif yazılışlarla qeyd olunmuşdur. Bir çox mənbələrdə talışlar fərqli adətlərlə, fərqli adlarla, fərqli yaşayış tərzi olan əhali kimi qeyd olunmuşdur. 16-18-ci əsr mənbələri talışların bu ərazilərin köklü oturaq əhalisi kimi göstərilir və onların dil, yaşayış tərzi, adətləri baxımından ayrıca bir xalq olduqları qeyd edilir.